Sure-i Bəqərə ayə 238 ta 241. Hafızu hifz eləyin, yəni müvazib olun, ələs səlati namazlı azdan və salatil vusta və günarta namazından və qumu lillah və durun Allah üçün qanitin, qunut tutan halətdə fəin pəs əgər xiftum qorxduz fəricalən ya piyadə əv rükbanən ya səvarə halində fəiza pəs zamani ki əmintum əmnə yetişdüz, əmni bir yerə yetişdüz, fəzkurullah pəs yad eləyin Allahı kəma beləyi ki əlləməkum öyrədilib sizə maləm təkunu o ki dəyirdiz tə'ləmun bilən vəlləzinə və o kəsləri ki yutvəffuna vəfat elərlər minkum sizdən və yəzərunə və qalar əzvacən xanımları vəsiyyət tövsiyə edirlər əzvacihim xanımları üçün mətəən keçinəcəkliyi iləl həvli bir müddətəcən qeyrə ixracın eşiyə ötürmək halində fəin pəs əgər xərəcnə o xanımlar xaric ola fəla cünahə yoxdur günah əleykum sizin üçün fîmə uzadı ki fəəlnə əncam verirsiniz fi ənfusihinnə olan nəfsilindən min mərufin yaxçılıqdan vəllahu və Allah əzizun həkim qalib və hikmətlər sahibidir vəlil mütəlləqati və mütəlliqə xanımlar üçün mətaun bil məruf ya keçinəcəkliyi yaxçılığı ilə ya ruziləndirməkliyi yaxçılığı ilə həqqən həqdür ələl müttəqin təqvakallar üçün sədəqəllahul əliyyul əzim.